İndi 5 qardaş, 5 adam bir məclisdə oturub 2 dənə dini mövzunu ortaya qoyub sərbəst söhbət eləyə bilmir 2 saat. Dərhal biri bu məzhəbin tərəfdarı çıxmış olur, dərhal bu filan müştehidin fətvasından vəssalam münasibət pozulur. Digər kökəf eş işrət məclisində oturan 5 adam oturur, 5 saat yiyir, sonra da öpüşür, görüşür, çıxır, gelir. Onlar da deyir ki, onlar şeytanın yolundan. Və şeytanın yolundan sonra şadlıq evində araq sən bir-birini qırmalıydı. Niyə onlar qırmır? Amma sən meçiddə bir-birini qırırsan. 5 yerə bölünmüsən. Gedirsiniz, biri bu tərəfə tutub yönünə qılır namazı. Biri o tərəfə yönünə tutub qılır. Bu filan kəsə təqlid edir. Bu nə bilim, bəl cəmaət filan məzhəbindəndir. Bunlar ağzını bu tərəfə tutur. Bunlar onlara qarışmır. Yox, bu ədalətsiz molladır. Onun dalında durub namaz qılmaq olur. Budur din. Bu da Allah'ın yolu. Allah bunu deyir. Amma iyi bir sənlər şadlıq evində getdi, yedişdi, mehriban da çıxdı, getdi hamısı. Nə oldu? Bə deyirdim, onlar şeytanın yolundadır. Deməli, şeytanın yolu elə bu məscidə gedənlərin çoxunun içindədir. O gedib, o cür azad həyat yaşayanların içində deyil. Mən bunu deməliyəm, mən bu həqiqəti mən deməliyəm. Reallıq budur. Cəmaat ona görə dönür ateist olur. O gün mənə sual vermişlər ki, niyə son dövrlər insanlar ateizmə gedir? Görür, budur, 1-2 saat qulaq asır, intellektual, kübar adamdır, deyir, ha bu nədir? Mən də bunu kimi gedim orada. Yanlış təbliğatın salam deyir ki, mənə lazım deyil o dünya filan, mən o gedim insan kimi yaşayayım. Buyurun.